Çox gözəl bir iş çıxartdıq bəylər. Halal olsun. Mənim o evi basmağım çox yaxşı oldu. Evi partlatdıq, Yegoru əsəbləşdirmiş olduq. Yegor namına qoyduq. Bax, belədiyin çox riskli idi. Biz yuxuya getdik, sən məkana getdin tək başına. Fərrux. Bir də belə eləmə, xahiş edirəm. Yaxşı. Yenə də gözəl iş oldu. Sağ-salamat həll elədik. Narahat olmayın bəylər. Mən adamlarımla danışdım. İşlərindədirlər. Yegor mal satmağa çalışsa, xəbərimiz olacaq. Eyvallah dayı. Eyvallah. Allah, evimi partlattılar la. Evimi partlattılar. Buranı da tapa bilərlər. Buranı da tapa bilərlər Cəlal. Məkan dəyişdirməliyik. Bir şeylər eləməliyik. Biz onlardan öncə davranacağıq Yegor. O nə deməkdir? Ağlında nə var sənin Cəlal? Fikir vermisənmi bilmirəm. Amma biz mal satmağa çalışanda, yəni ən azından mən sizi izləyəndə gördüm ki, siz mal satanda həmişə Tuncayın xəbəri olur və əncəl olur. Biz bundan istifadə edəcəyik. Onları tələyə salacağıq. Biz bir məkana mal satan adam kimi gedəcəyik. Onların da xəbər olacaq və gələcəklər. Tələmizə düşəcəklər. Oradan Tağıyevlərdən birini alacam. Ya Tuncay, ya Faik, ya da Fərrux. Üçündən birini. Yəni mənim planım budur. Ola bilər. Gözəl plandır əslində. Sən də ağıllı adamsan ha. Eyvallah. Yegor hələ də yaşayır. Atamın qatili hələ də yaşayır. Artıq ölməlidir. Qisasımızı alacağıq qardaşım. Narahat olma. Anamızı da aldılar. Yetim qoydular bizi. O günahsız insanların da yetim qalmanı qoymayacağıq. Tuncay, Yegor mal satmağa gedir. İndi bir məkandadılar. Neyniyək? Bu da sualdır, Faik dayı. Əlbəttə gedirik. Bu Yegoru artıq öldürmək lazımdır. Gedirik. Yegor, mənəm Cəlal. Adamlarımız kimi mən də başıma papaq taxdım. İşi həll elə. Onlardan birini al. Uzaqdan gəlirlər, narahat olma. İşi həll eləyəcəm. Faik dayı, Fərrux. Gəldik, məkan buradır. Siz də gəlin, gəlin. Yegor. Desən çox təəccüblənmədim. Nəsə elə bir bizi gözləyirdi. Mənə elə gəldi. Bugün sizin cənazənizdir Yegor. Sizi torpağın altına göməcəm. Bugün sizin ölüm gününüzdür.
Mən arxadan dolanıram. Belə olmaz. Arxadan dolanmalıyım. Bitirək artıq bu işi. Getdi ne? Alo. Cəlal. Tuncay məndədir.